Salam, xoş gördük sizi əziz AHB televiziyasının dəyərli izləyiciləri. Son günlər bütün Türk dünyasında təbii ki, müzakirə olunan əsas mövzu Qazaxıstan, Özbəkistan və Türkmənistanın Cənubi Kipr Respublikasında səfirlik açması məsələsi oldu. Təbii ki, biz bu üç qardaş Türk dövlətinin Şimali Kipr Türk Cumhuriyyətinin tanınmasını gözlədiyimiz bir vaxtda belə bir addım atılması bizim üçün də çox şok effekti yaratdı deyərdim. Bəs necə oldu ki, bunlar bu Kipr Respublikasında səfirlik açmağa qərar verdilər. Biz bu müzakirələrdə görürük ki, bundan informasiya kirliliyi yaradıb Türk dövlətləri arasında etimadsızlıq mühitini yaratmağa çalışan qüvvələr də var. Ona görə də biz təkrar bu mövzuya qayıdıb mövzunu müzakirə etmək istədik. Bugünkü qonağım Türk Dünyası media platformunun rəhbəri, eyni zamanda siyasi şərhçi Rufiz Hafizoğludur və biz Rufiz bəylə bu məsələni dərindən müzakirə etmək istəyirik. Siz də mövzumuza qoşulub şərh bölməsində öz fikirlərinizi yaza bilərsiniz. Rufiz bəy, xoş gəldin. Xoş gününüz olsun. Dəvətiniz üçün təşəkkür edirəm. Bu son informasiyaları gündəmi bilirik. Gələn ay Macaristanda Türk dövlət təşkilatlarının qeyri-rəsmi zirvə görüşü keçiriləcək və o gündə Antalyada keçirilən diplomatiya forumunda da açıqlandı. Növbəti zirvə görüşü isə Türk dövlət təşkilatlarının zirvə görüşü yenə Bakıda keçiriləcək payız aylarında. İndi vaxtı hər halda dəqiqləşdirəcək. Sizcə bu zirvə görüşləri hansı atmosferdə keçəcək? Bu informasiyaları da gündəmi də nəzərə alınır. Dəvətiniz üçün təşəkkür edirəm. Həqiqətən aktual mövzuya toxunmusunuz. Çox önəmlidir, çox vacibdir. Xüsusən də nəzərə alsaq ki, bugün dünyada və eləcə də Türk dünyasında, ümumiyyətlə dünyada baş verən bir çox proseslərdə çox ciddi informasiya qıtlığı, çox ciddi informasiya kirliliyi müşahidə olunur. Bunu təbii ki, bəzi qüvvələr bilərəkdən, bəziləri bilməyərəkdən, yəni bu kimi informasiya, belə deyək də, fake xəbərlər, fake təhlillər toruna düşürlər və təbii ki, bu, belə deyək, silsilə halında davam edir. Türk dünyası bilirsiniz, çox önəmlidir və bizim hər ikimizin üçün, ümumiyyətlə, yəni bir çoxları üçün bizim çox önəm verdiyimiz, belə deyək də, qayəmiz olan məqamlardan biridir. Buna, ümumiyyətlə, bir şey qeyd edeyim mövzuya keçmədən əvvəl, bilirsiniz, yəni, dünyada milli birliklər üzərə, milli ittifaqlar üzərə olan müxtəlif birliklər yaradılıb. Məsələn, Ərəb Birliyi var, Afrika Birliyi var, filan fişman. Amma məsələ ondadır ki, bu birliklərin hamısı istənilən hədəflərə çatmır. Çünki bu birliklər, əslində biz bunları təhlil etsək, araşdırsaq görürük ki, əslində bu birliklərin yaradılması başqa bir, belə deyək də, qruplara qarşı, başqa bir siyasi düşüncəyə qarşı, axına qarşı təsis olunan, qurulan birliklərdir. Amma Türk dünyası məsələsinə gəlincə isə, baxın, Türk dünyası bugün bir çoxlarının düşündüyü kimi sadəcə Türkiyədə, ən uzağı Balkanlarda başlayıb, belə deyək də, Doğu Türkistanda, yəni Çində bitəcək bir ərazi deyil. Türk dünyası gerçəkdən sözün əsl mənasında çox böyük bir ərazidir. Mən heç çəkinmədən, utanmadan bunu da qeyd etmək istəyirəm ki, baxın, Türk dünyası deyək biz bugün Rusiyanı da nəzərə almalıyıq. Rusiyada heç sir deyil ki, xeyli yetərincə Türk toplumları yaşamaqdadır. Digər bir tərəfdən, baxın, Liviya, yəni Afrika qitəsində, Misirdə, İraqın özündə, Suriyanın özündə, Səudi Ərəbistanın özündə, hətta Yəməndə belə çox az belə olsa, bugün bizdən uzaq olan Türk toplumlar var. Yəni, təəssüflər olsun ki, bəli, bir qopuqluq var, arada bir yadlaşma var, amma bu o demək deyil ki, elə Türk dünyası Balkanlardan başlayıb Doğu Türkistana qədər uzanan bir geniş ərazidir. Təbii ki, bu özü də genişdir, amma bu ərazi bununla, məncə, razı olarsınız fikrimlə, belə deyək də, məhdudlaşmır. Türk dünyası çox böyük ərazidir. Digər bir tərəfdən, bilirsiniz ki, müxtəlif addımlar atılıb Türk dünyasının birləşməsi üçün, mədəni, siyasi, çünki köklər eynidir. Bəy, siz bunu məndən təbii ki, yaxşı bilirsiniz. Köklər eynidir, mədəni köklər eynidir, ortaq tarix var, adət, gələnək eynidir. Mən sizə bir şey deyim, baxın, bugün bir Qaqauziyada yaşayan bir türklə Azərbaycanda yaşayanın türk dili, bəli, biraz ləhcə fərqi ola bilər. Amma ümumilikdə bir çox, amma ümumilikdə bir çox adətlərin üst-üstə düşdüyünü görə bilər. Amma məsələn bugün bir Afrikada və yaxud da ki, məsələn Mərakeşdə yaşayan bir ərəblə Yəmənli də ərəbi, hətta müsəlman ərəb olmalarına baxmayaraq çox ciddi mədəni fərqliyin olmasını görmək olur. Təbii ki, bu köklərin, daha doğrusu Türk dünyasının köklərin daha dərin olmasını
göstərən bir amildir. O ki, qaldı sualınıza ki, baş verən fonla bu hadisələrdə təbii ki, necə görüş keçir? Mən düşünürəm ki, Türk dünyasının daha da dərinləşməsinə, daha da güclənməsinə çox ehtiyac var. Zaten Antalya forumunda da Azərbaycan rəsmilərinin çıxışları oldu. Ölkə başçısı müəyyən görüşlər keçirdi və ümumi nəticəyə gəldi ki, Türk dünyası heç şübhəsiz müəyyən sahələrdə olmaqla yanaşı hərbi doktrinalarını güclü olmalıdırlar. Bu baxımdan mən düşünürəm ki, növbəti illərdə Türk dünyasının, Türk ölkələrinin, xüsusən də Orta Asiyada olan Azərbaycan və Türkiyə birliyi olmaqla müxtəlif, özəlliklə də hərbi sahədə əməkdaşlığı genişləndiriləcəkdir. Təbii ki, bu bilirsiniz, gəlin açıq danışaq, siyasət elə bir şeydir ki, burada birdən-birə real nəticələrə gəlib çıxmaq çox çətindir. Yəni, müəyyən faktorlar var. Burada böyük dövlətlərin maraqları var. Böyük dövlətlərlə bu və ya digər şəkildə uzlaşmaq, anlaşmaq, manipulyasiya etməyə lazım olur zaman-zaman. Amma ümumilikdə, təbii ki, hədəflərə doğru gedən yol o qədər də asan deyil. Siz də bunu yaxşı bilirsiniz. Amma bəlkə tezləşdirmək lazımdır. Ordu ilə bağlı. Ordu ilə bağlı mən düşünürəm ki, hətta gecikmişik. Açıq deyirəm. Yəni, çünki bundan öncə mənim bir Hulusi Akarla bir müsahibəm var idi. O vaxt takım deyil. Türkiyə, Azərbaycan, Qazaxıstan, Monqolistanın bir ortaq ordusu məsələsi gündəmə gəlmiş. Hətta bunu Ermənistan və Rusiya mətbuatı elə gündəmə gətirmişlər ki, artıq Turan ordusu qurulur və s. və s. Təbii ki, ordu çox önəmlidir. Yəni, çünki baxın, ordunun önəmli olduğunu biz hamımız harda gördük? 44 günlük vətən müharibəsində. Ordu olmasa dövlət deyil, xalq deyil. Bu gerçəkdir. Qəbul edə bilərik, bunu xoşlaya bilərlər, etməyə bilərlər. Bu ayrı bir məsələdir. Amma ordusuz birlik deyil. Ərəb birliyi var da bugün, yəni 21 ərəb ölkənin hansı vəziyyətdədirlər? Niyə? Çünki orduları yoxdur. Hərəsi özünə görə güya bir ordudur, güya bir belə deyək də bir qurum yaradıb, amma baxanda görürsünüz ki, yəni mövzumuz bu deyil, amma bir İsraillə belə bu vaxta qədər yəni hər hansı bir addım ata bilməyiblər, yəni işğalın qarşısını ala bilməyiblər. Bu ayrı bir mövzudur. Amma demək istədiyim nədir? Demək istədiyim odur ki, ordu faktoru çox önəmlidir. Bəli, gec qalmışıq, amma bu gec qalmaqlar da yəni bizim istəyimizdən dolayı qaynaqlanan problemlər deyil. Yəni müəyyən yenə qeyd etdiyim kimi, baxın ətrafımızda çox ciddi, böyük və sözün açılım mənasında aqressiv dövlətlər var. Yəni ad çəkmək olarsa mən adlar çəkim. Çindir, hər nə qədər bizim iqtisadi Türk dünyası ilə hardasa ortaq kəşfən maraqları ola bilər. İran var, Rusiya var, Birləşmiş Ştatlar var, digər bu yana da Avropa Birliyi təzminatı var. Avropa Birliyi var. Digər bir tərəfdən bütün bu ölkələr eyni zamanda İslam Əməkdaşlıq Təşkilatının üzvləridir. Bilirsiniz, hər hansı bir quruma üzv olmaq hardasa öz maraqlarından imtina etmək məsələsidir. Amma dolayısıyla bu yol asan yol deyil. Amma baxın, gəlin 10 il bundan, 15 il bundan əvvəlki vəziyyətə baxaq, bugünkü müqayisə aparaq. Tarix üçündə siz də bilirsiniz ki, 15 il, 30 il bunlar göz qırpımı bir şeylər. Bu baxımdan mən düşünürəm ki, ümumi çox müsbət tendensiya var və bu müsbət tendensiya gec-tez Türk dövlətlərinin, Azərbaycan daxil olmaqla, Türkiyə daxil olmaqla və bu birliyə inanın ki, gec-tez tərkibində ərəb, türkmənlər, türklər olan digər ərəb dövlətlərini də əhatə edən bir birlik olacaq. Məsələn, Suriya məsələsi hardasa gündəmdə, zaten Antalya forumunda da bilirsiniz 5-6 başlıq var idi ki, onlardan da biridir. Suriya məsələsi gündəmə gəlir. Biraz haşiyə çıxacağım bəy, üzürlü sayın yəni. Məsələn, çoxlardır ki, Azərbaycanın Suriyada nə işi var? Mən sizə açıq bir şey deyim. Azərbaycanın Suriyada görəcəyi çox iş var. Suriya PKK-nın, Suriya, Asalanın, erməni terrorizminin vətənidir. Bugün pis yaxşı, bütün problemlərə rəğmən bu problem qismən həll olunub. Azərbaycan niyə orada olmasın ki? Azərbaycan niyə Suriya türkmənlərinin yanında olmasın? Niyə Suriya türkmənlərinə bizim bir könül bağımız var? Yəni İraq türkmənləri, Suriya türkmənləri. Dolayısıyla bizim orada gəlməsə bugün PKK-nın və ya dırnaqarası Suriya demokratik güclərinin nəzarətində olan ərazilərdə nə var? Neft var. Azərbaycan neft çıxarma təcrübəsi var. Bu ərazilərdən o qüvvələr, demokratik qüvvələri çıxdıqdan sonra yenidən dırnaqarası, əslində zaten PKK-nın qoludur, aydın məsələdir. Türkiyə ömrü boyu orada terrorla mübarizə aparıb. Niyə Azərbaycan və Türkiyə şirkətləri orada neft çıxarmasın? Niyə ora qərb gəlsin? Niyə başqa dövlətlər gəlsin? Bilirsiniz, biraz daha geniş yanaşmaq lazımdır. Suriya ilə də İraq məsələsində Azərbaycanın məsələn gündəmində deyildi. Amma görürsünüz ki, bugünkü reallıqlar onu gətirdi ki, o həm də Azərbaycanın gündəminə çevrildi və Azərbaycan da orada olmadı. İndi dönürəm təzədən yenidən Mərkəzi Asiya, bizim Orta Asiya ölkələrinə.
Bu ölkələr Rusiyanın təsirində də var idi. Gəlin onlara Türkistan deyək. Mən zaten Türkistan demək tərəfdarıyam. Bəli. Bu Türkistan zonasında Rusiyanın təsiri var idi. Bəli. Biz Türk dövlət təşkilatlarından vasitəsilə də artıq Türkiyənin də özünün təsirini göstərirdi. Biz gec mi qaldıq? Çünki orada artıq Çində fəallaşmağa başladı. Bayaq nə gördük, sonra Trumpdan sonra Amerikada Avropa Birliyinə təsir edər. Artıq Avropa Birliyi də oraya əl uzatdı. Bəli. Bütün bunlar fonunda Avropa Mərkəzi Asiya ölkələri, bizim Türkistan coğrafiyamızın 3 ölkənin deyirik ki, bunlar o addım atdılar. Bəs bunlar nə etməlidir? Bunlar da çevik bir siyasət yeritməlidirlər. Yəni buna da bu baxımdan da yanaşmalıyıq. Bilirsiniz, vəziyyət necədir? Mən danışığımın, ya daha doğrusu biz elə mövzuya girdiyim zaman dedim ki, çox ciddi informasiya kirliliyi var. Yəni bugün baş verən hadisələrin fonu, daha doğrusu Yunan Kiprinə səfirlərin təyin olunması ilə bir çox qüvvələr, bəli, bu bizi üzən bir xəbər oldu. Mən əminəm ki, siz də ən azı digərləri kimi, biz də digərləri kimi bu məsələdən üzüldük. Yəni bu bizi xoşnut eləmədi. Biz bundan xoşallanmadıq bu məsələdən, amma gəlin mən açıq bir şey deyim. Nədənsə bilirsiniz bunu necə təqdim olunur? Bəli, əgər 3 Türkistan dövləti, yəni Qazaxıstan, Özbəkistan və Türkmənistan bura səfir təyin etdilərsə, bunlar elə Türk dünyasına xəyanət etdilər, əzizim. Yəni bunu xəyanət kimi gündəmə gətirmək özü Türklük ideyasına, Türk bərabərliyinə, birliyinə zərbə vurmağa çalışır. Bu dövlətləri uzaqlaşdırmış olacaq biz. Təbii ki, baxın, Azərbaycanın, Türkiyənin, bütün dövlətlərin daxili siyasəti deyilə bir şey var, bir də xarici siyasəti. Biz Azərbaycanda olaraq məsələlərə öz belə deyək də prizmamızdan yanaşmamalıyıq. Dövlət maraqları var, hədəflər var, qızıl alma var və s. və s. Yəni bu ayrı bir məsələdir, bu ideoloji bir şeydir. Digər bir tərəfdən biz bunları dışlamaqla, bu üç ölkəni dışlamaqla əslində öz gələcək hədəflərimizə balta vurmuş oluruq. Digər bir tərəfdən, baxın, bu üç ölkənin əslində üçü də zamanında Yunan Kiprini tanıyıblar. Yəni, bundan danışan yoxdur. Səfir təyin oldu. Bəli, səfir təyin olundu. Yəni BMT çərçivəsində o Yunan Kipr tanınıbdır. Tanınıb təbii ki, yəni bunları da tanıyıblar. Yəni bu baxımdan orada yeni səfirlərin və yaxud da ki, səfirlərin yeni deməyək, səfirlərin təyin olması mahiyyət etibarilə tanınmadan sonra atılan başqa bir addım deyil. Yəni bunu qabardıb, belə şirdib, Türk dünyası parçalandı, Turan ideyası sən demək boş şeydir. Burada türklər bir-birlərindən yola gedə bilmirlər. Gördünüz? Erdoğan'a xəyanət o. Ya, bu şeyləri gündəmə getirmək ən azından siyasi tərbiyəsizlikdir. Yəni mən buna başqa bir ad vermirəm. Orada üzr istəyirəm. İki dənə siyasi kirlilik, orada informasiya kirliliyində iki yer var. O ikincisine de geleceğim. Buyurun. Orada bir var. Onlar belə təqdim edirlər ki, güya Kuzey Kıbrıs Türk Cumhuriyyətini bundan sonra tanıya bilməzlər. Elə bir öhdəliklər mən rast gəlməmişəm ki, harda rəsmi olaraq götürülür. Rəsmi yoxdur belə bir şey. Məsələn, Türk Kiprini də tanımayacaqlar deyə elə bir şey yoxdur. Bəlkə də bu strateji olaraq gələcək ağıldır ki, gələcəkdə əslində bu Türk Kiprini də tanıya bilirlər bu üç ölkə. Ortada hələ bir sənəd yoxdur bu konkret. Bir də ki, daha çox məsələ 12 milyardlıq bir məsələ atıblar ortaya. Bu da gələcəkdə investisiya qoyulacaq, müxtəlif sahələr üzrə nəzərdə tutulan 12 milyard ki var. Bu təkcə həm üç ölkə ilə də bağlıdır. Məncə Tacikistan və Qırğızstan bu nəzərdə tutulur. Bu gələcəkdə nəzərdə tutulur ki, oraya investisiya qoyulsun. Belə bir məsələdir. Bundan istifadə edib məsələn bunu Türk dünyasına qarşı qaldırmağa çalışırlar ki, əslində bunlar 12 milyard üçün bunu satdılar və heç vaxt bu həm də Azərbaycan əleyhinə olan bir şeydir. Bunu əgər icazə verirsiniz. Baxın, biz Özbəkistanla hər üç respublikanın üçü ilə də çox yüksək əməkdaşlığa sahibik. Özəlliklə də Özbəkistanla. Baxın, biz düşünürük ki, əgər ki Özbəkistan Türk dünyasına xəyanət elədi, bu yanlış bir şeydir. Bir, investisiya məsələsi var. Baxın, milli maraqlar dediyim zaman bu o demək deyil ki, yəni ölkə maraqları Turan düşüncəsinə ziddir. Yəni burada bəli müəyyən layihələr o və bir şey qeyd edin, bəy, baxın, Fransa prezidentinin bilirsiniz də bir Qazaxıstan səfəri oldu illər öncə. Uran məsələsi müzakirə olundu və s. və s. İndi nə edək? Yəni Qazaxıstan, Fransa prezidenti Macron da ki bilirsiniz Azərbaycanın ən başda bəlkə ən belə deyək də düşmənlərindən biridir. Yəni indi nə etməlidik? Biz Qazaxstana nota mı göndərməliydik? Gəlsin Macronu qəbul etsin. Macronda incə bir nöqtə var. O enerji layihələrinin hamısı marşrutları Azərbaycan və Türkiyədən keçəcək. Təbii ki, burada bilirsiniz necədir? Coğrafiya qədər məsələsidir və bu baxımdan da coğrafiya qədərdir, söz nəsil mənasında. Bugün Azərbaycan, Türkiyə elə bir mühitdədirlər ki, hər hansı bir energetik layihə olur olsun, digər layihələr olsun, bunu yan keçə bilməz. Baxın,
bir haşiyə çıxacağım, bəlkə də şeydir. Ermənistan, İran nə üçün Zəngəzur dəhlizinin açılmasında maraqlı deyil? Mən sizə deyim. Gəlin açıq danışaq. İranın isti dənizlərə çıxışı var, körfəzlərə çıxışı var, Fars körfəzinə, Qırmızı dəniz və s. və s. və s. Yəni isti sulara çıxışı var. İran dolayısıyla dənizlərdə hakimdir. Digər bir tərəfdən zaten Husilərlə də Qırmızı dəniz məsələsi gündəmə gəlir. Orada da artıq dominantdır, Fars körfəzində də dominantdır. Ortada nə var? İran var, Ermənistan var. Ermənistandan şimalda nə var? Gürcüstan var. Gürcüstandan da artıq o tərəfə nədir? Qaradənizdir. İranın məqsədi, İran ciddi şəkildə qorxur ki, Zəngəzur dəhlizi açılarsa, bax, Qərbin də zamanında dəstəklədiyi bu dəhliz ki var, dənizdən İrandan, Ermənistandan, Gürcüstan üzərindən Qərbi olacaq hər hansı bir dəhliz əldən çıxa bilər. Məsələ bundadır. Yəni, burada iqtisadi maraqlar həmişə olub olacaq. Amma bu milli maraqlar, mən milli dediyim zaman sadəcə Azərbaycan maraqları nəzərdə tutmam. Mən milli maraqlar dediyim zaman Türk dünyası maraqları ki, içərisində Türk dünyası siz yanlış anlaşılır. Bəzən deyirlər ki, mən bəzən ərəblərlə otururam, danışım, deyir ki, siz faşist yanaşması eləyirsiniz. Mən deyirəm ki, yox, biz faşist yanaşması eləmirik. Problem sizin Turan anlayışınızın səhv olmasındadır. Turan içində olan əslində onlara yanlış təqdim olunan yanlış təqdim olunub təbii ki. Turan içərisində bütün millətlər olan, bölgədə yaşayan bütün millətləri qucaqlayan vahid bir sistemin olmasından gedir söhbət. Yəni burada Türk toplumu hakimdir, aydın məsələdir. Yəni bayaq qeyd etdiyimiz kimi bəlli bir coğrafiyada uzun zaman tarixi belə deyək, dominantlığa sahib olan mədəni, siyasi, hərbi və digər güclərə sahib olan bir toplum. Sən bununla barışmalısan. Niyə barışmalısan? Çünki zaten bu olmasa, Türk dünyası bir olmasa yerini yetərincə doldurmaq istəyən qüvvələr var. Burada yenə deyirəm, at çəkməyə, dəyməyə Rusiya var, İran var, o var, bu var, Ərəb dünyasının maraqları var, İranın məzhəbçi maraqları var, Çinin iqtisadi maraqları və Avropanın təbii ki, bu baxımdan heç bir halda Türk dünyasını yıpratacaq, Türk dünyasını zəifliyi gətirəcək hər hansı bir ideyanın ortaya atılması kimi şeylərə qətiyyən yol vermək lazımdır. Onda nə gözləyə bilərik? Bu qarşıda bax bu il ərzində Türk dövlət təşkilatlarının çünki çox səssiz qaldılar. Buna münasibət də bildirmədilər. Heç Türkiyənin özünün də üst səviyyədə buna bu olaylara münasibət bildirilmədi. Bu gözlənilir ki, may ayında Macaristanda keçirilən Türk dövlət başçılarının qeyri-rəsmi zirvə görüşündə bu məsələ hər halda qaldıracaq. Və payızda da dediyimiz kimi yenidən bir zirvə görüşü olacaq. Bunların ikisində bu hər ikisində Kiprin tanınma məsələsi, Şimali Kipr Türk Cumhuriyyətinin tanınma məsələsi qaldırıla bilərmi? Azərbaycan prezidentinin bu görüşüdə Azərbaycanın mövqeyini ortaya qoymuş oldu. Elə orada Kiprin bayrağının olması öyle çox önəmlidir. Biz tanıya bilərik siz onu? Məncə tanıya bilərik. Təbii ki, yenə deyirəm, əslində siyasi iradə var. Burada zaten Kiprin artıq tanınması üçün hər hansı bir əngəl yoxdur. Amma yenə deyirəm, bu elə bir məsələdir ki, yəni bir an məsələsidir. Burada diplomatik məqamlar var. Burada müxtəlif, bəzən bəlkə də mən sizə deyim, bəlkə də qapalı qapılar arxasında, bəlkə də Türkiyənin hələ tələsməyin deməyi də var. Bu da ola bilər. Yəni bilirsiniz necədir? Biz bir çox məsələlərə çox belə bilirsiniz naşı yanaşırıq. Buna məhlə kimi yaşır. Siyasət çox dərindir. Burada başqa maraqlar var. Bəlkə onu tanıdığımız zaman başqa bir problem ortaya qoyula bilər və s. Bu baxımdan digər bir tərəfdən də yəni gəlin açıq deyək, siz də Kiprdə olmusunuz, biz də Kiprdə olmuşuq. Bunu rəsmi tanımaqla faktiki nümayəndəliyi var, gediş-gəliş var, əməkdaşlıq var, üst düzeydə ölkə başçısı Kiprin prezidentindən oturub bayraqlar arxasına görüşürsə, bu artıq nə demək? Dünyaya bir mesaj ki, mən bunu qəbul edirəm. Yəni o BMT-də olmadı. Mən bildiyim dərəcədə bizim əvvəllər Kiprlə çox həssas yanaşmamız var idi. Bəli. Qarabağ məsələsinə görə narahat idik. Mən onu deyirəm. Amma o dövrdə belə Azərbaycan tək ölkə idi ki, mən bilən Lefkoşa hava limanını beynəlxalq hava limanı kimi tanımışdı, qəbul eləmişdi. Bu Azərbaycan örnək də ola bilər indi o digər türk dövlətlərinə, amma yenə də deyirəm, bayaqki o informasiya kirliliyordu ki, Qazaxıstan, Özbəkistan və Türkmenistanın elə bir öhdəliyi yoxdur ki, onlar Şimali Türk Cumhuriyyətini gələcəkdə tanımazlar. Əslində bu ola bilər ki, daha çox Türk birliyini birləşdirməyə xidmət edən bir addım da ola bilər açıqçası. Ola bilər. Digər bir tərəfdən baxın, Kiprin Kuzey Kıbrıs Türk Cumhuriyyətinin tanınması an məsələsi.
Gec-tez, yəni. Və mən siz ondan sonra, daha sonra Kosovanın da tanınması gündəmə gələ bilər və s. və s. Yəni bu təbii ki bir ehtimaldır. Ola bilərmi? Məncə ola bilər. Niyə olmasın? Yəni bugün bir əngəl varmı belə bax. Amma yenə deyirəm, bu bizim burada oturub danışıb belə deyək də son qərar verəcəyimiz bir şey deyil. Bunun üçün siyasi iradə var, dövlət rəsmiləri var. Azərbaycan diplomatiyası çox aktiv şəkildə fəaliyyət göstərir. İstər şərq istiqamətində, istər qərb istiqamətində, istər Türk dünyası istiqamətində o baxımdan. Amma bütün addımlar onu göstərir ki, bəli, bu istiqamətdə addımlar var. Bu istiqamətdə çox ciddi işlər görülür və gec-tez Türk Cumhuriyyəti, Kuzey Kıbrıs Türk Cumhuriyyəti müstəqil dövlət kimi tanınacaq. Və mən sizə bir şey deyim, bəlkə də bundan sonra başqa bölgələrdə, yəni baxın, biz çox qəribə, sıxıntılı bir dünyada yaşayırıq. Mən sizə bir şey deyim, bugün Türk-Seyin yaxın şərqdə bir çox dövlətin yenidən parçalanması gündəmə gəlib. Son olaraq, hətta belə deyirlər ki, məsələn, İraqın belə 2 yerə, 3 yerə parçalanması var. Burada Kürt faktoru var, Sünni-Ərəb faktoru var, Türkmən faktoru var, Suriyanın həmin şeydə də, yəni bu cür yəni heç kim bizə qarantiya verə bilər. Eyni zamanda yenə deyirəm, biraz daha uzağa getsək, yəni biz separat yanaşma sərgiləmək istəmirik. Amma Quzey Azərbaycanda da bizim canlarımız, qardaşlarımız var yəni. Düzdürmü? Yəni heç kim heç bir bu bölgələrdə nəyincə dəyişməyəcəyini qarantiya verə bilməz. Bu baxımdan siz bayaq doğru biz söhbət etdik. Suriya məsələsi bir zamanlar Azərbaycanın gündəmində deyildi. Amma bugün artıq Suriyada Azərbaycanın gündəminə daxil olub. Digər bir tərəfdən mən sizə maraqlı bir şey deyim. Bu bir aksiya olmalıdır. Yəni yaxın şərqə hakim olan dünyaya hakim olur. Niyə Azərbaycan orada olmasın? Niyə Türk dünyası orada olmasın? Türkiyə uzun zaman bu bölgədə terrorla mübarizə aparan, sözün əsl mənasında tək dövlətdir. Bütün problemlərə baxmayaraq terrorun, PKK terrorunun, IŞİD terrorunun ki mərkəzi beyni məsələ qərb dövlətləri olub. Buna qarşı mübarizə aparan dövlət Türk dövləti, Türkiyədir. Digər bir tərəfdən terrordan da əzizim ən çox əziyyət çəkən hansı toplum? Türk toplumlarıdır. Doğru. Həm Türkiyə toplumu olub, həm Azərbaycan. Biz 30 il erməni, hətta mən deyərdim 30 ildən də çox. Yəni bizə elə gəlir ki, bəzən bu məsələlər elə 88-ci ildə başladı. Elə tariximizdə də bunlar var. Bunlar tariximizdə olub. Digər bir tərəfdən mən bunu hər dəfə deyirəm. Baxın, biz Sovet hökumətində uşaqlarımıza qardaş xalqların nağıllarını oxuduğumuz zaman ermənilər uşaqlarını türklərlə qorxudurdular. Bu bir gerçəkdir, yoxsa yox. Yəni biz hamımızın evinə, ki mən qarışıq belə, məsəl üçün gördük ki, nə idi o, nağıllar, erməni nağılı, o nağılı, bu nağılı falan. Bir uşaqlarımızı bununla böyütmüşük, amma ermənilər nə ilə böyütürdü? Ermənilər Türk düşmənçiliyi ilə böyütürdü. Digər bir tərəfdə, yaxın şərq yenə mənim o həssas yerimdir. Baxın, biz elə başa düşürük ki, yəni burada nə var idi ki, müharibə 88-də başladı, ondan əvvəl o Qarbaçovun o aşkarlıq və s. Xeyr, yaxın şərqdə olan ermənilər uzun illərdir, hətta mən sizə deyim, yəni 60-lardan, 70-lərdən başlayaraq erməni, o böyük Ermənistan üçün belə deyək də pullar toplayıblar, vəsaitlər toplayıblar. Burada erməni kilsəsinin çox böyük rolu olub. Mən kiçik bir haşiyə çıxacağam. Deməli, Qarabağda, 1-ci Qarabağ savaşında, o dönəmdə ki, bizim üçün çox ağırlı oldu o dönəmlər, Əl-Cəzirə bir qaynar nöqtə, Nuqtas Saxina adına bir veriliş hazırlamışdı və erməni keşişini danışdırırdı. Dedi, axı siz xristiyansınız, biz, o da danışanda, reportör da müsəlman idi. Siz bizi itham edirsiniz, terroristsiniz, filansınız. Yaxşı, axı sizin dininizdə deyilir, axı, sağ yanağıma vurduğunuz zaman solu çevirin, orada vursun. Deyir, elə bir şey yoxdur. Əsl lider, dini lider, əli silahlı xalqını qabağa apar. Baxın, erməni siması biz bu terrordan əziyyət çəkmişik. İkinci terrorda, 2-ci Qarabağ müharibəsində və Vətən müharibəsində deyək, müharibədə ikincisində biz nəyə şahid olmuşuq? Xarici İşlər Naziri Ermənistanın əli keşiş, silahlı bir keşişin tweetini atdı, yadınızdadır bu hadisə. Dolayısıyla biz məsələyə dini aspektdən heç vaxt yanaşmamışıq. Din aspektdən də yanaşanda bizdə barış, sülh. Barışçıl sülh yox, dinlər arası diyaloq. Biz zaten sülh dini, o mövzular bizim mövzumuz deyil, girməyək. Çünki bunun üçün dindarlar var, bu sahədə ixtisaslaşmış kadrlar var. Amma biz qarşı tərəfdən bunu görməliyik. Yəni erməni tərəfi, yenə deyirəm, yəni biz Türk toplumu olaraq, içi Azərbaycanlılar, Azərbaycan xalqı olaraq hamımız erməni terrorundan illərlə əziyyət çəkmişik və bugün də həmin terror davam etməkdədir. Bəy, bu mina xəritələrinin verilməməsi nə deməkdir?
Bu rəsmən terrordur. Yəni bugün Azərbaycan ərazisində işğaldan azad olmuş ərazilərimizdə belə erməni terroru davam etməkdədir. Ha vaxt bizə minaların xəritələri verildi. Doğrudur. Rus bəy, qayıdacağam Kipr məsələsini tamamlamaq üçün. Demək 2022-ci ildə Özbəkistanda keçirilən qurultayda ilk dəfə olaraq Kuzey Kıbrıs Türk Cümhuriyyəti müşahidəçi kimi dəvət olunmuşdu və iştirak edirdi. Sonra səhv eləmirəmsə 23-cü il idi. Astanada keçiriləndə Qazaxıstan dövləti Kuzey Kıbrıs Türk Cümhuriyyətini həmin konfransa dəvət eləməmişdi. Və sonra Bakıda keçiriləndə, Azərbaycanda keçiriləndə onu çox təmtəraqla həm də çox yüksək səviyyədə qarşılandı, elədi. Burada Türkiyənin həssasiyyəti var. Məsələn, Türkiyə dəvət olunmayanda bu məsələlərə reaksiyası da olmayıbdı ki, niyə dəvət olunmur və bu çözülməyibdi bu məsələlər. Bayaq dediniz ki, biz səfərdə olmuşuq Kuzey Kıbrısda və mən qaydanda da bir yazı yazmışdım o vaxtlar. Biz hep yavru vatan mı qalaq? Biz böyüməyək mi? Çünki oradakı Xaricilər Nazirliyinə görüşmüşdük, onların Cumhurbaşqanına görüşmüşdük. Onların təəssüratı məndə belə yaratmışdı ki, Kuzey Kıbrıs Türk Cümhuriyyəti daha çox Türkiyənin təsirindən yox, müstəqil fəaliyyətdir. Ona tanınmalıdır. Onu açıq şəkildə eləməlidir. Mən o gün Ərsin Tatarın bu olaylara münasibəti də çox maraqlı idi mənə. Onun yanaşması belə idi ki, onlar müstəqil dövlətlərdir, onların da özlərinin geopolitik vəziyyətə uyğun hərəkət eləmələri çox diplomatik bir yanaşma. O çox diplomatik yanaşmışdı və gözəl də yanaşmışdı. Dedi ki, biz bundan sonraki mərhələdə çalışacağıq ki, eyni həssasiyyəti həmin dövlətlər bizə də göstərsinlər, bizlə də şeylərlər, bizlə də iqtisadi, siyasi əlaqələrini, dialoqlarını inkişaf etdirsinlər. Bəlkə biz bu məsələlərdə də biraz gec qaldıq. Kipr çoxmu Türkiyənin təsiri altındadır? Bilirsiniz, burada iki məsələ var. Mən biraz daha, bəlkə də indi izləyicilərin xoşu gələr, gəlməz, fikir ayrılığı ola bilər, aramızda da ola bilər. Ümumiyyətlə, Kiprin ayrı, yadınızda Sukoy Annan planı var idi. 2004 ya 2006, səhv etmirəmsə, 2004-cü il referendum keçirilməli idi. Hətta Yunanlar düşünürlər ki, Türklər səs verməyə getməyəcəklər, amma tam əksi oldu. Burada ikili standartlarına şahid olduq, Türklərə qarşı və s. və s. Məsələ nədir? Burada bugün, mən biraz keçmişə qayıtmaq istəyirəm. Bizim Türk Kiprə getdiyimiz zaman Kipr ayaqları, öz ayaqları üzərində dura bilərdimi? Bax, bu sual hələ də mənim üçün hardaca, yenə demək, o zaman müstəqil olsaydı, yəni bəli, heç şübhəsiz Türkiyənin patronajı olacaq idi, Türkiyənin birbaşa təsiri olacaq idi, amma qarantör olmasa Türkiyə bu məsələdə və yaxud Türkiyə bir, belə deyib də, super güc olaraq bölgədə olmasa, Kuzey Kıbrıs ayaqda qala biləcəkmi? Yəni, bax, buna yanaşmır. Mən əminəm ki, onu orada yaşatmazlar, boğarlar. Yəni, və bunu rahat bir şəkildə eləyərlər. Bu baxımdan, bəli, Kuzey Kıbrıs Türk Cümhuriyyəti müstəqil olmalıdır. Burada şübhə yoxdur. Amma müstəqil olub da, əgər o itiriləcəksə bugün müstəqillik, İnanın ki, onu boğmağa çalışan qüvvələr var. Açıq deyirəm, Türkiyənin içində olan bir çox elə qüvvələr var ki, bugün Türk birliyinə, Türk düşüncəsinə qarşı, yəni biz uşaqda ölü gedirik, görürük, tahlil edirik, buna qarşı çıxan qüvvələr var, yetərincə. Bu baxımdan mən düşünürəm ki, bəlkə də bugünkü şəraitdə hardaca bugünkü status quo qorunsun və səhərsi gün daha güclü bir simayla, daha güclü bir, belə deyim də, siyasi addımla fərqli cür gündəmə gəlmək olar. Nəinki, bugün zəif bir şəkildə ayaqları, uşağı buraxırsınız, yeri yıxılır, yox. Tam ayaqları üstə durur. Bəli, problemlər yenə də olacaq, o ayrı bir məsələdir. Amma, yenə deyirəm, yaxud dediyim kimi, Kuzey Kıbrıs müstəqil olacaq. Bu, an məsələsidir. Türkiyənin tərqibi yox. Əgər biz müstəqillikdən danışıq, zaten Türkiyənin də istəyi nədir? Dünya ictimaiyyətindən müstəqil bir dövlət kimi qəbul olunması. Amma burada biz zaten keçmiş yönetimlərdə də bəzi biraz məqamları gördük ki, hətta Türkiyə birbaşa müdaxilə elədi. O yavru vətən statusuna bir müstəqil vətən olma prosesi də çox ağırlı keçə bilərdi. Yəqin ki, mən düşünürəm ki, burada bilərəkdən bu məsələyi biraz daha, belə deyək, tempini azaldıblar. Amma müstəqillik məsələsi, an məsələsidir. Bugün olmasa da, sabah olmasa da o bir gün və gec-tez bizim Orta Asiyada olan Türkistan dövlətləri belə bu zaten qəbul ediblər. Bilirsiniz necədir? Bu qəbul etməmək mümkün deyil. Sadəcə yox, yenə deyirəm, burada bax, bayaq qeyd etdiyimiz kimi Rusiya məsələsi var. Burada daha çox Qərb məsələsi var. Qərbə yaxınlaşmaqla güya Rusiyanın təsirindən çıxma məsələsi var. Qərb dövlətləri, Qazaxıstan üçün bugün iki böyük təhdid vardı, açıq deyil. Biri Çindir, bir də ki Rusiyadır. Belə baxanda. Amma Rusiya faktorunu bax qabaqdınız. Rusiya bilirsiniz, Avropa Birliyi zaten Ukraynada Rusiya təsir edir.
biz bilirik ki, bax bu Türkistan coğrafiyasında olan bu Türk dövlətlərimizdə Rusiyanın aşağı yuxarı yenə də təsir altında var. Təsir var, dil faktoru var. Bəs Rusiya niyə buna səssiz qaldı? Avropa Birliyinin oraya girməsinə icazə verildi. Rusiyanın üçün, mən sizə deyim, Rusiya üçün hardasa həssas məsələlər var. Bugün Rusiyada, Qazaxıstanda rus dili ləğv olunsun, baxın nə problemlər yaşanır. Bugün Qazaxıstan, belə deyim də, Rusiya ilə əməkdaşlığını, demirəm sıfıra, amma olduğu səviyyənin 50%-in aşağına indirsin, baxın necə problemlər yaşanır. Problem bilirsiz necədir? Baxın, müəllim, biz toplum olaraq çox tolerant toplumuq və bunu bilməyimiz lazımdır. Biz digərlərindən daha açıq toplumuq. Rusiya toplumu belə deyil. Rusiya, bugün dünyada problem bilirsiniz necədir? Rusiya orada rus dilli əhaliyə yalnız və yalnız öz maraqları çərçivəsində yanaşır. O düşünür ki, o Qazaxıstana mı, Özbəkistana mı, Azərbaycana mı, ora mı, bura mı təsir mexanizmi üçün o rus dilli əhali ona lazımdır. Yenə mən bölmək istəmirəm, fərq qoymaq istəmirəm rus dilli Azərbaycan əhalisi ilə digərləri arasında, yaxud da ki, yəni separatçı yanaşmaq istəmirəm bu məsələ. Amma məsələ necədir? Rusiyanın bu məsələdə bir immuniteti var. Rus düşüncəsinə görə ki, Qazaxıstanda olan rus dilli əhali, nə Qazaxıstan? Bu mənim təsir mexanizmimdir. Bir dəfə mən Əl Cəzirədə bir müsahibədə belə oldu. Yəni dedi ki, Rusiyanın ən böyük təsir mexanizmi rus dilidir. Dildir. Dilin daşıyıcıdır. Yəni insanlar toplumundan qopuqdur, adətindən qopuqdur, dilindən qopuqdur, ənənəsindən qopuqdur. Başqa bir məsələyə toxunun. Baxın, Azərbaycan əslində Kirildən imtina edərək latına keçməsi çox böyük bir progres oldu. Bununla yanaşı mən düşünürəm ki, əski əlifba hardasa öyrədilməlidir, nə üçün öyrədilməlidir? Yanlış qəbul oluna bilər. Çünki bizim belə deyək də, müstəqillik illərimizdə, yəni Respublika Cumhuriyyət dönəmində belə əski əlifba olub. Ondan öncəki tariximizi araşdırmaq üçün bizə bilirsiniz, bir var sayılı tarixçilər olsun, insanlar olsun, bunu araşdıran öyrən. Bir də var ki, geniş kütlələr açıq olsun. Yəni insanlar köklərindən qoparılmasın. Bilsin, bəli, Latın qrafikası bizim dünyaya inteqrasiyamızı çox böyük müsbət təsir göstərdi. Amma bugün əski əlifbada tarixini oxuyan Azərbaycanlılar nə qədərdir? Türklərimiz nə qədərdir? Barmaqla sayılır. Bu yaxşıdır, pisdir, bu ayrı tartışılacaq bir məsələdir. Amma mən düşünürəm ki, həmin şeydə baxın, bu dil siyasəti çox önəmlidir və olduqca həssas məsələdir. Zaten Rusiyada bugün bizə həmən dillə təsir edir. Təsir eləyir, təsir etməyə çalışır, cəhd eləyir, müəyyən vasitə. Rusiya nəinki bununla, müxtəlif açıq danışıq. Yəni bugün bir sıra məsələlərlə şimalda olsun, orada olsun, burada olsun cəhdlər var. Amma Azərbaycanın siyasi iradəsi, yəni o 90-cı illər deyil ki, artıq yəni hər hansı bir şeylə bura müdaxilə eləsən, nə etsə də yox. O dövrlər keçdi. Həmin bax problem Qazaxıstanda da var. Həmin problem, gəlin belə bir şey deyək də, biz yəni Mirziyoyevin hakimiyyəti ilə öncəki hakimiyyəti müqayisədə nə qədər dünyaya açıqlıq gördük. Çox indi çox. Ya olduqca, yəni ən azı bir 80 özünə də yaxınlaşması var. Türkiyənin özünə də, qonşulara da, Azərbaycana da, yəni biz nə əldə etdiksə, açıq deyirəm, indiki prezident əlaqələrimiz olmasından şeydir. Yəni bu baxımdan orada yəni bilirsiniz, deyirəm, biz 30 ilə çox şeyə bax, 30 il tarix üçün heç bir şey deyil. 30 il dəyişmək üçün heç bir şey deyil. 30 il insanın genetik kodunun, düşüncəsinin, təfəkkürün dəyişməsi üçün heç bir şey deyil. Siz də, mən də bu dəqiqə Kiril əlifbasını çox gözəl oxuyuruq. Düzdürmü? Yəni bizim istər-istəməz hardasa kodumuzda bu var yazılıb. İstəməmişik, amma olub da, yəni bunun aradan qalxması ən azı bir 2 nəsil, 3 nəsil çəkəcək. Həmin cümhuriyyətlərdə də. Önəmli olan ayaqda qalmağı bacarmaq. Zamanımız da azalır. Mən istəyirəm... Mən çox danışdım, üzürlüsən. Yox, xoşdur. Bunu uzadıb davam eləyə də bilərik. Çünki problemlər bitmir. Mən istəyirəm bu Türk dövlət təşkilatlarının gələcəyi ilə bağlı. Bayaq dedik, çox çevik artıq siyasət oynanılır. Hər dəqiqə dəyişir. Biz məsələn vaxtaşırı bu informasiyaları sevə-sevə veririk. Ortaq Türk tarixi kitabı hazırlanır, ortaq xəritələrimiz hazırlanır. Amma biz bunu praktik olaraq ortada görmürük. Deyəcəydim. Görmürük. Bunun məsələn dövlət başçıları görüşür, nazirlər görüşür, protokollar imzalanır. Amma bu xalq o tabana yansımır belə deyək də. Yansımır bizə. Ona görə bir-birimizdən uzaqdır. Sizcə Türk dövlət təşkilatları bu yaxın 5 illik, 10 illik stratejisi hansı yöndə olmalıdır, hansı addımları atmalıdır və bir də biz tez-tez deyirik ki, bu Türk dövlət təşkilatlarının mədəni birliyimizdir filan. Artıq buna bir siyasi, məsələn, NATO kimi, Avropa Birliyi kimi, Avropa Şurası kimi bir qərarlılıq verib
bu yola davam edə bilərim və bu hadisələr, bu Kipr məsələsi buna yön verə bilərmi ki, biz bunu artıq ciddiləşdirək? Bir çox şeylər o etmək olar. Məni üzən ən başlıca məsələ ondan ibarətdir ki, türk dili hələ də BMT dilləri arasında deyil. Bizdə 6 əsas dili var, ərəb dili var məsələn, hələ türk dili orada yoxdur. Yəni bu çox ciddi problemdir. Əgər biz bunun üzərinə gələ bilməmişiksə, ortaq demirəm ortaq türk dili olsun. Bu mümkün deyil. Bəli, ortaq bir ləhcə ola bilər. Zamanında bu şeylər danışıldı. Amma bunu eləyə bilməmişiksə, demək ki, çox ciddi problemlərimiz var. Bu problemlərə bəli, həll istiqamətində işlər aparılır, amma birinci, heç bir şübhəsiz türk dili, istər Türkiyə türkçəsi olsun, istər yəni böyük ehtimal ki, Türkiyə türkçəsi olacaq. Mən o düşüncədəyim. Əgər BMT dili seçiləcəksə, o olacaq. Türk dili və fərq etmir hansı ləhcə olur olsun, BMT dillərinin sırasına qəbul edilməlidir. Bu, yəni bunun üçün çalışmalı. Ən azı Türkiyə türkçəsi qəbul olmalı. Bundan sonra heç şübhəsiz ortaq əlifba üzərində bilirsiniz danışırlar, ortaq tarixin bunlar artıq üst səviyyədən, belə deyək də, akademik səviyyələrdən xalqa yansımalıdır. Bu olmalıdır. Doğru. Ortaq Türk Universiteti açıldı. Zaten Qazaxıstanda var, səhv etmirəmsə. Qazaxıstan bir növ ölkələrlə var belə. Əhməd Yasavun Universiteti var. Bəli. Çoxdan fəaliyyət göstərir o. Ortaq diasporanın olması önəmlidir. Nə deyirsiniz deyin. Bugün təəssüflər olsun ki, biz diaspora sahəsində çox ciddi, hələ bəzən hardasa düzəlib, çox ciddi islahatlar aparılıb, açıq demək lazımdır. Amma yenə də çatışmayan məqamlarımız var. Digər bir tərəfdən Türk dünyasında deyil, amma söhbət Azərbaycandan getmir. Ortaq maraqlar konsepsiyasında fəaliyyət göstərməliyik. Yəni Türk diasporası deyiləndə yalnız Türkiyə diasporası, Özbəkistandakı türklərimizin, qardaşlarımızın diasporası yox, ortaq diaspora fəaliyyət göstərməli və bu diaspora bizim problemimiz ondan ibarət olub ki, biz harda güclü olmuş, bütün üstünlüyü vermiş ölkələr orada çalışaq. Türk diasporasının zəif olduğu bölgələrə girməyə lazımdır. Ərəb ölkələrinə girməyə lazımdır, fərqli bölgələrə girməyə lazımdır. Vahid ad altında, vahid konsepsiya altında yeri gələrsə Avropaya girməyə lazımdır. Zaten Avropada, Almaniyada var, bəlli ölkələrdə biraz azdır, amma orada da təəssüf olsun, siz bunu bilirsiniz, daha parçalanmış, şaxələnmiş vəziyyətdədirlər. Bu şeylər olmadıqca biz real nəticəyə gələ bilməyəcəyik. Yəni mən ağıllı görsənib də Türk dünyasını tənqid etmək fikrim yoxdur. Amma bu belə deyək də ən üzdə olan problemlərdən biri. Təbii ki, digər problemlər varmı? Varmı? Xalq diplomatiyası işləməlidir. Mən sizə bir kiçik misal vermək istəyirəm. Bəlkə də güləcəksiniz bu misala. Türkiyədə Rus xalq diplomatiyası çalışır. Bilirsiniz bu nə? Rus gəlinlər diplomatiyası. Bəlkə də razılaşmısınız. Yəni Rus gəlin diplomatiyası bugün Antalya'da çalışır. Çalışırmı? Tabii. Niyə? Yenə də bu elə bir şeydir ki, bu bir gündən olan bir şeydir. Amma konseptual olaraq Rusiya buna yaxınlaşıb. Rusiya buna bir siyasi hədəf kimi yaxınlaşıb. Rus gəlin diplomatiyası. Bundan ermənilər də istifadə edir. Bundan ermənilər də istifadə edib. Mən demirəm ruslarla bunu eləyək və yaxud da ki, məsələn, Allah qorusun ermənilər. Yox. Amma türk dilli ölkələr arasında bu kimi şeyləri rahatlaşdıran, rəvac verən, nə bilim, bilirsiniz, müxtəlif şey. Belə utopik yanaşma ola bilər. Amma niyə məsələn bir Özbəkistan və Türkdür sonunda, mən də dilimiz də aşağı-yuxarı, ləhcəmiz də indi. Niyə bu evliliklər olmasın? Niyə bu kimi şeylər, ictimai şeylər? Onun üçün əhalinin bir qayıqlaşması lazımdır. Onun üçün təyyarə biletləri, uçaq biletləri çox şey olmalıdır, əzizim. Çox şey olmalıdır. Konseptuallaşmalıdır, qardaş. Çox şey olmalıdır. Biz görsən Londona getdiyin biletin qiymətini burada sən Özbəkistana gedə bilmirsən. Ona görə təbii ki, problemlər budur və biz də inanırıq ki, Türk dövlət təşkilatları bax bu olaylardan sonra toparlanmış bir şəkildə qabaqda 2 dənə zirvə görüşü var. Qeyri-rəsmi və bu zirvə görüşünə çox konseptual, artıq hədəfləri tam bəlirli olmuş. Nədən? Azərbaycanla Türkiyə arasında Şuşa bəyannaməsi, strateji əməkdaşlıqla bağlı bəyannamələr qəbul olunub. Bunlar hər bir Türkiyə və Azərbaycan da özü, bütün türk dövlətlərinin hamısı bu bəyannamələr qəbul olunmalıdır və artıq bunun adı qoyulmalıdır. Biz həm də bir siyasi təşkilata çevrilməli. Yəni Türk dövlət təşkilatları hərbi gücə çevrilməlidir. Hərbi gücə və siyasi gücə çevrilməlidir və bunun da altında ekonomik olmalıdır. Professor, mən çox təşəkkür edirəm. Mən təşəkkür edirəm. Vaxtınızı aldım, üzülürsən. Çox xoş idi bizə. Minnətdaram sizə gəldiyiniz üçün. Təşəkkür edirəm. Çox sağ olun. Çox sağ olun. Buyurun. Əziz izləyicilər, bununla da proqramımızın sonuna gəldik. Xatırladım ki, qonağım Türk Dünyası media platformunun rəhbəri Rofiz Hafizoğlu idi. Sağ olun, salamat qalın.